Oh. Bax bu film var ha. Nə poxdur, baxmaq istəmirsən, amma söyə-söyə də baxırsan. Filmin adı da Culpa Mia. Yəni mənim xətam. Valla mənim də xətam gecə saat 4-də kimi bu kinoya baxmaq oldu. Əvvəlcə qız Noa. Ana götürüb varlı kişilərə gedib. Villaya köçürlər. Ana da lap gicdir. Elə bil Madonna olub köçən kimi. Qız da ki villaya gələn kimi elə bir sifətindən oxunur ki, yox, bura mənlik deyil. Mən ki kasıb həyatıdır. Burada ya dəli olacağam, ya da kimsə öldürəcəm. Sonra var Nick. Bu Nick gələndə var ha. Yəni qırmızı Porsche, yaraşıq, bad boy. Dedim, qaqaş, sən böyük ehtimalla Fast and Furious seçmələrinə getmirsən. Bura götürməyiblər, amma bəxtə girmirsən İspaniya kinosuna. Neysə, bunlar qarşılaşan kimi Nolanla göz-gözə gəlirlər. Bir deyir sən kimsən, o biri deyir sən kimsən ay dayı oğlu. Hiss olunur ki bu ikisi ya dalaşacaq, ya öpüşəcək, ya da səhnələrə çox detallandırmaq istəmirəm. Çünki onda nəyə baxırsınız bu kinoya? Yəni biri var baxıb gələnlər, biri də var baxmadan gələnlər. Baxıb gələnlər üçün tam detallandıra bilərəm, amma baxmayıb gələnlər də var axı. Yəni elə eləyək ki, baxmayıb gələnlərdə çox spoiler yeməsin. Yanımızda bir dənə tötəş qırığı Ronnie var. Güya cooldur, amma bir dənə aralarında maşın yarışı olur. Qız elə sürür ki, ekranın qabağında Nitro var, Nitro deyirdi. Təbii ki qız utdu, Ronnie sifətini salladı. Mən də dedim ki, sən elə bildin bu qız toya gedəndə taksi sürür. Most Wanted'ın özü Noah üçün yaradılıb. Nick'in Porsche'si də getdi əldən. Mən də dedim, ay Allah. İndi piyada gəzəsən? Yox, hara piyada gəzir? Villa dedim. Villa. Təbii ki bu bitəndən sonra gedir Audi götürür özünə. Nəysə bu Noah götürür Nick'in yanında başqa oğlanı öpür. Nick də başlayır sifət sallatmağa. Elə bir Porsche'sini oğrayıblar. Nəysə Nick də nədirsə yaxşıdır. Mən də dedim indi gələr deyər ki, Noah, biz bacı qardaşıq, mənim yanımda niyə bunu eləyirsən? Yox, kaş. Nick də gəlib deyir ki, birini qısqandırırsansa, gəl mənimlə qısqandır. Nəysə bunlar başlayırlar öpüşməyə. Amma inanırsan ki ən zibil də budur. Bunlar hər 5 dəqiqədən bir başlayırlar dalaşmağa. Sonra da yapışıb öpüşürlər. Mən də baxıram deyirəm ki, ay qaqay, siz eşq yaşamırsınız. Siz UFC plus Nick bir yandan özünü pis oğlan kimi göstərir. Amma bir yandan da qız nəsə eləyən kimi bunun qısqanclıq tutur. Valla Noah da dik başdı, amma içindən deyir ki, bad boy cazibəsi var bunun, mən qaça bilmirəm. Düzünü desəm ki, mən də qaça bilmirəm. Mən də qalmışam arada. Bilmirəm, oğlanı pisləyim, pisləmək istəyirəm, pisləyə bilmirəm. Oğlanın yaraşığı var. Yan obrazlara gələndə anası var. Bezdirici Madonna kompleksi. Elə bil gələn kimi varlıq öyrəşir. Nick'in atasına gəlsək, villa, pul, amma adam heç elə bir reaksiya vermir. Ronnie'dəki heç nə, qızın atası ortaya çıxandan sonra lazımsız. Prosta slot doldurmaq üçün yaradıblar elə bil. Yəni qısacası atasının kuryeridir bu. Hələ sizə döyüş səhnələrindən danışmıram. Bu oğlan maşını udzandan sonra Ronnie buna deyir ki, yanındakı cırğı bir də gətirmə. Nick də əsəbləşir. Çönür Ronnie döyür. Orada başlayır gangster davası. Bunlar da indi göy gangsterlar. Hey, siz hələ əsli gangster görməmişsiniz. Gəlin sizə hələ ikinci döyüş səhnəsindən danışım. Nick deyir ki, bir yerə gedirik, amma demirəm hara. Götürür qızı, gətirir dava turnirinə. Ay bala, bu qızın uşaqlıqdan travması var. Atası bunu döyüb. Qız da qayıdır ki, sizin cidden yəni kofe içmək, sinemaya getmək kimi aktivitəniz yoxdur. Yəni niyə ancaq dava dalaşdı? Neysə, Nick girir davaya. Qız deyir ki, getmə. Deyir, yox, mən stres atmalıyam. Qız da babşım deyir ki, get vıydır. Necə atırsan, at o stresi. Oğlan dava eləyir, udur. Amma oğlanın dostu başlayır qıza girişməyə. Elə biz bunda axırı kravatda qutaracaq? Yox. Oğlan qıza öpür, amma qız çəkilmək istəyir. Çəkilmək istəyir moment kim gəlsə yaxşıdır? Super Nick. Bəli, gəl itələyir. Deyir, bir də mənə sevgilimə yaxın durma. Oğlan deyir ki, onsa nələrsə olduğunu bilirdim mən. Düz də deyir. Mən belə yəni kino başlayanda dedim ki, bunlar axırda sevgili olacaq. Zarafat edirəm, mən sizə spoiler almışdım. Nəysə, hələ sahil qırağı səhnələrindən danışmıram. Bir ara elə bildim ki, sərf platformadayam. ESC-yə basıb çıxacaqdım ki, gedim kinoya baxım, gördüm yox, bu kinoymuş. Yenə qaldım belə. Sonra qızın türmədə olan atası çıxır ortaya. Qızı qaçırdır. Qəşəm Farsaj 3 temasında bir dənə Tokyo Drift izləyirik. Axırına gəlsək, axırında da ki, oğlanla qız ataya çox ata bilməyəcəyi bir drift atır. Oğlanla qız başını əyir aşağı və qız bir dənə vurur. Atası rəhmət. Kino burada qutarırmı? Kaş. Xeyr, film burada bitmir. Anası ilə atasını görürük. Anası ilə atası da deyir ki, biz bu ilişkiyə birtəhər son qoymalıyıq və təbii ki də kino bitir.
ən istədiyimiz yerə gəlirik və bu film bitir. Bunu da deməyə çox istərdim, amma bilmirəm niyə həyatımda baxdığım ən gözəl filmlərdən biri idi. Hamınıza baxmağı tövsiyə edirəm, amma mənim bu filmə puanım 10-da 1. 10-da 1, bəli. Buna baxmır. IMDb-yə baxmır.